Mən sən kəramətə görə ancaq 07 sürməliyəm ömrümün axırına qədər. Ağlın olsun, getsən də al. Vermə içkiyə pul. Az qalıb içində yatasın da. Səhv danışmıram. Valla mən düzünü danışıram. Ola bilər biraz kobud danışıram, amma olduğu kimi danışıram mən. Mən verməmişəm pulumu. Mən pis vərdişlərə pulumu xərcləməmişəm. Mən ailəmin qədrini bilmişəm. Ailəmə yaxşı baxmışam. Mən, siz də mənim, necə deyərlər, qonağımızda açıq şəkildə danışıram. Məsəl üçün, mən qaynanamı deyim, uşağımı deyim, atamı deyim, yoldaşımı deyim, həkimə aparanda aparmamışam 5 manatlıq poliklinikaya, aparmışam ən yaxşısına. Niyə görə? Ailəmi çox istəyirəm və orada daha çox onu zəmanətli, sığortalı bilirəm. Bildin? İndi məcburi insan qalanda gedir, qaçır, ucuza qaçır da, düzdür. Mən qədrini bilmişəm, 5-in üstünə 5 də qoymuşam, getmişəm ailəmə. Gedirəm, bəzən olur ki, valla ailəmə yaxşı baxmaq üçün özümü oda vururam, közə vururam. Mən o kino vaxtına çəkiləndə elə əziyyət çəkirdim ki, həm toya çəkilirdim. Toylara gedirdim, həm də kinoya çəkilirdim. Kinonun da çəkilişlərini bilirsiniz, indi özümüz çox çətindir də. Yəni, get təzdən gəl, birində sən alındırmırsan, birində tərəf müqabilini alındırmır. Səhər təzdəndən saat axşam 8-ə qədər o Emil Abdullayevdə onlar çəkirdilər Şirin serialını. 2 il, demək olar 1 il yarıma yaxın. Səhər təzdəndən axşama qədər orada olurdum. Oradan çıxırdım, toya gedirdim meyxanaya. Meyxanadan çıxırdım, gedirdim o gül dükanından maraqlanırdım. Yəni, demək olar ki, fərli başlı yata bilmirdim. Bu yandan da zob xəstəsi.